Bilirsiniz, son vaxtlar yəqin ki, hamınız küçədə gəzəndə bir şey hiss edirsiniz. Sanki hamı eyniləşib. Xüsusilə Bakının demək olar ki, hər yerində, Xətayda, Fəvvarələr meydanında, Nərimanovda eyni saç stili, eyni geyim, eyni hərəkətlər. Elə bil yüzlərlə gənc eyni rolu oynayır. İndi baxın, ekranda gördüyünüz tip var ha. Bu artıq təsadüfi deyil, hamımızın bildiyi qaqa modelidir. Dar şalvar, qəribə tişörtlər, mokasin ayaqqabı və demək olar ki, hamısında eyni olan həmin o saç. Açığı deyim, kənardan baxanda bu obraz biraz itici və gülünc görünür. Amma məsələ bu deyil. Sual budur. Kimdir bu qaqalar və necə yaranıblar? Mən Əziz Quliyev və bugün Tit for Tat'da biraz qaqalar haqqında danışacağıq. Bu qaqa obrazı birdən-birə yaranmayıb. Bunun kökü gedib çıxır Sovet həbsxanalarına. Bəli, həbsxanaya. Orada bir sistem yaranmışdı. Vorzakon. Yəni qanun içində oğru. Amma bu sadə söz deyil. Bu bir ideologiya idi. Stalin dövründə minlərlə insan həbsə atılırdı və həbsxanada insanlar iki yerə bölünürdü. Dövlətlə işləyənlər, dövlətə qarşı olanlar. Vorlar ikinci qrup idi. Onların öz qanunları var idi. Dövlətlə əməkdaşlıq etmək olmaz. Polislə işləmək olmaz. Normal həyat yaşamaq satqınlıq sayılırdı. Yəni sən ya bu sistemin içində idin, ya da heç idin. Zaman keçdikcə bu sistem gücləndi. Vorlar sadəcə məhbus değildi artıq. Onlar həbsxananın liderləri idi. Onların sözü qanun idi. Sonradan Sovet dağılanda bu insanlar azadlığa çıxdı. Amma bir problem var idi. Onlar normal həyata uyğunlaşa bilmirdi. Və nə etdilər? Öz qanunlarını küçəyə gətirdilər. 90-cı illərdə Azərbaycanda iqtisadi çətinlik, müharibə, sistem boşluqları gənclər üçün böyük bir boşluq yaratdı. Və bu boşluğu kim doldurdu? Küçə avtoritetləri. Avtoritet sözü keçən şəxs, nüfuz sahibi insan və hörmət edilən güc mənalarını daşıyır. Bu dövrdə bəzi fiqurlar artıq əfsanə kimi danışılmaya başladı. Bunlardan ikisi Rövşən Lənkəranski, Lotuquli. Onlar haqqında belə şeylər deyildilər. Sözünün arxasında duran adamdı. Hamı ondan qorxur. Hörmətli biridir. Amma sizə bir şey deyim. Bu hörmət deyil. Bu qorxudur. Yəni qorxudan əmələ gələn hörmətdir. Gəlin biraz real danışaq. Lotuquli illərlə həbsdə qaldı. Oradan çıxıb güc qazandı. İnsanlar ona baxıb deyirdi, bu həyat həqiqətən belədir. Amma sonu nə oldu? 2020-ci ildə öldürüldü. Hətta ən yaxınındakı insan tərəfindən öldürüldü. Rövşən Lənkəranski bəs 2016-cı ildə güllələndi. Yəni bu həyatın sonu ya ölüm, ya həbs, ya da tək qalmaqdır. Başqa variant yoxdur. Bəs bugünkü gənclər niyə bu yola gedir? Ən vacib hissə buradadır. Bugün küçədə gördüyün qaqalar, onlar bu sonu görmür. Onlar sadəcə imici görürlər. Elə bilirlər ki, Lotuqulinin tərəfini saxlayanda hörmət sahibi olacaqlar. Ancaq reallıqda hər kəs onlara gülünc baxır və cəmiyyətdə qeyri-ciddi yanaşılır. Birincisi kimlik problemi. Bir uşaq düşünür ki, mən kiməm? Cavab tapa bilməyəndə hazır rolu seçir, yəni qaqa. İkincisi güc ehtiyacı. İçində özünü zəif hiss edir, amma çöldə güclü görünmək istəyir. Üçüncüsü sosial media təsiri. TikTok, Instagram. Orada bu həyat cool kimi göstərilir. Amma heç kim həbs səhnəsini göstərmir və ya sonu göstərmir. Dördüncüsü isə eyni olmaq rahatdır. Fərqli olmaq çətindir, amma eyni olmaq sadəcə kopyalamaqdan ibarətdir. Bəs qaqa ideologiyası nədir? Bu uşaqlar əslində nəyi müdafiə edir? Özlərinə görə belə şeylər deyirlər. Hörmət, söz, kişilik. Amma reallıqda bu sistem zorakılığa əsaslanır, qorxuya əsaslanır və inkişafı bloklayır. Yəni sən böyümürsən, sadəcə eyni dairə ətrafında fırlanırsan. Və bilirsiniz, bu məsələ sadəcə küçə məsələsi deyil. Bu dövlət üçün həqiqətən də təhlükədir. Çünki paralel qanun sistemi yaranır. Gənclər real həyatdan uzaqlaşır. Cinayət normallaşır. Ona görə son illərdə Azərbaycanda bu qruplara qarşı ciddi mübarizələr aparılır. Çünki dövlət deyir ki, qanun birdir.
İndi kənardan bu gəncləri müşahidə edən birisi kimi bir şey deyil. Onlar bu yola girəndə düşünürlər ki, mən fərqliyəm, mən güclüyəm. Amma əslində onlar sadəcə başqasının yazdığı rolu oynayır. Çünki sonda məsələ budur. Sən kim olacaqsan? Kiminsə kopyası, yoxsa özün?